Axşamınız xeyir. Efirdə sənin səsindir. Sabunçu rayonunun Pirşahı qəsəbəsində yaşayan məcburi köçkünlər yenə aksiya keçiriblər. Lakin bu dəfə hadisə yerinə gələn Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov aksiyaçılara bildirib ki, siz kimsiniz ki, dövlətin qarşısına şərt qoyursunuz? Çəkiliyə bu cəmaata baxmırlar. Vermişsəndir bizə. Təmin eləmişsəndir işini. Al torpağımı yolla, mən torpağımı. Deməli, prezidentin fərmanı ilə məcburi köçkünlərin deməli o çörək pulunun üstünə əlavə 16 manat əlavə olunub və 36 manat kommunal xərcləri üçün ödənilir və o həmin o 20 manat çörək pulunu qoyaq bir kənara, 16 manat hər bir nəfərə, məcburi köçkünlərə deməli kommunal xərcləri üçün nəzərdə tutulur. Və o indi bizdən tələb olunur ki, bura deməli sayğac qoyulsun, elektrik sayğacı qoyulsun. Özdə tək elektrikdən söhbət getmir. Yeməyimiz tokla bişirilməli, düzdürmü? Sonra bunun əgər imkan kolonkalar, istilik sistemləri, sonra kiptilliklə, su qızdırıcı ilə istifadə eləsək, hətta kondisioner burada baxmayın dənizin kənarında. Boğuluruq, yaşaya bilmirik. Həm də ən azı hər evdə birdən iki dənə ventilyator, hava təmizləyən qoyulsa, yəni bunlarla bizim 16 manat çatmaz qızım. Bu iş gəlsinlər məni tutsunlar, aparsınlar, assınlar, gəlsinlər. Neyin elə eləsinlər? Biz bu sayğacın qoyulmasının əleyhiniyik. Düzdür, bura Azərbaycandır. Bizim ola bilər fikrimiz nəzərə alınmaz. Amma alınmasa da biz bura yığışmışıq öz sözümüzü deyək. Hara qədər nail ola biləcəksə, ora qədər gedək. Onu amma biz istəyirik ki, rəhbər işçilər bizim səsimizi və sözümüzü eşitsinlər. Bir dəqiqə, suyla, işıqla təmin eləsin, istiliylə. Ondan sonra bizə sayğac qoysun. Biz heç onu verməyək. 16 manat. Deyirdiniz siz devlet karşısında şart koyursunuz. Hayır, devlet. Yok derim, siz kimsiniz ki devlet karşısında şart koyursunuz. Devlet bizim karşımızda şart koyur. Biz devletin bütün tapşırığına əməl eləməliyik. Biz de, bəli. Amma bunu da devlet. Çok yaxşı, devlet verdiği sərəncamlara nəzarət eləyir. Dedi ki 16 manat artıq yazdılar sizin ayağınızdan sününəcək. 16 manat ödəyin başladım, kef eləyir. Bəs belə dedi. Hamının yanında da bunu dedi. Yok, danışmaq istəyir. Yığışdı. Dedim yığışdı, çığırma. General Şıxlinski küçəsində elektriklə bağlı qəribə hadisələr baş verir. Deməli, bura General Şıxlinski küçəsidir. Günorta saatlarında burada çəkiliş apardım mən. Demək, əhaliyə verilən elektrik enerjisini kəsirlər günortalar burada. Küçənin işıqlarını yandırırlar. Günorta çəkiliş aparmışdım. Burada 4 yerdə elə bir dayaqda işıq var idi, yanırdı. Boş-boşuna günorta vaxtı. Gecə vaxtı da onu söndürürlər. Burada hər şey deyən tərsinə gedir. Baxın, günorta yanırdı bu işıqlar. Küçə işıqlarını gecələr söndürürlər, günorta yandırırlar. Novxandan izləyicimiz bizə bu videonu göndərib. Böyləsən Feyzəki baxın, maşınların gəlişi nəzadına. Baxsınlar, görsünlər nə vəziyyətdədir buralar. Vay. Buradan nətən getmək olar? Ağcabədi rayonunda məcburi köçkünlər məskunlaşdığı 552 saylı qəsəbədə içməli su problemi var. Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində içməli su problemimiz var. Həkimlərin dediyinə görə o sudan nəinki içmək, hətta əl üz yumaq da olmaz. Bu barədə elə bir şey yoxdur. Heç kəs də indiyə qədər o sudan narahatçılıq eləməyibdir. Kim deyirsə, mən bilmirəm kim deyir, amma indiyə qədər o sudan heç kəs narahatçılıq eləməyibdir, qardaş. İndi onunla bağlı mən aidiyyat üzrə deyərəm, siz mən əlaqə saxlayalım. Yoxsa o əlaqədar yoldaşa deyərəm, siz mən əlaqə saxlayalım da. Zərdab rayonunun Körpükənd qəsəbəsinin sakinləri bildirir ki, onların örüş sahələri əllərindən alınıb. Örüş sahəsinin əhalinin əlindən alınması xeyli sayda xırda buynuzlu heyvanların aclıqdan ölməsinə səbəb olub. Yerli rəhbərlər isə bunun prezident tərəfindən verilən göstəriş olduğunu bildirir. Sürməz arası olsa o adamlar ki, o adamlar özlərinin pay torpaqlarını bəzi satır, bəzi nə bilim əhliyir. Bu günlərin bahanə gətirirlər, ölkənin tapşırığı strateji əhəmiyyət kəsb edən bitkidir. Biz pambıqdan ötürü çalışırıq ki, bu günlərin ölkə rəhbərinin tapşırığına əməl edilir, yəni pambıq əkək. O adamlar ki, həm bələdiyyənin özünə kül miqdarda borcu var, 40
40 manat, 50 manat, 80 manat, 100 manat keçən il o biri illərin borcudur. Özlərini də qurdalasan o adamların hamısının əksəriyyətinin pay torpaqlarını kiməsə özləri idarə edirlər. Yaxşı olar ki, elə o pay torpaqlarından özləri o müraciət edənlər, səmərəli istifadə eləsinlər. Biz də bələdiyyə torpaqlarını yəni verək, yenə deyirəm müəllim. Biz burada əhəmiyyət kəsb edən, strateji əhəmiyyət kəsb edən pamuk bitkisi əkirik, həm də iş yer açılır. 20 hektar bələdiyyə zada örüş sayəsində xam torpaq. 1 ton pamuk yığarsa 150 manat pul qazanır. Vətəndaş 15 körpükəndi pamuğun kilosu. Bu illərində 200 hektardan artıq körpükənd pamuk əkəcək, müqavilədə bağlanır, istəyir bələdiyyə torpaqlarında, pay torpaqlarında. Onların özləri heyvanları var, ölkə rəhbərində göstəricidir, qapalı şəraitdə saxlanılmalıdır, sahəsi var, yonda sahəsi var. Şartlarımızda payalar var, ondan istifadə edə bilərlər. 20 hektarda yenə həmən sahədən qalıbdır, istifadə edə bilərlər. Sonuncu şikayətimiz Ağcabədi rayonunda yaşayan Qarabağ əhli Camal Tahirovdandır. Gəlin onun özündən problemini dinləyək. Qarabağ əhli olaraq bir qardaşım girov düşüb, həmin bu oğlu şəhid olub. Qardaşım Tahirov Azadı girov düşüb, onun ailəsinə də mən özüm maddi yardım göstərirəm. Özü də biz orada Ağcabədi rayonu Ağcabədəli kəndi bələdiyyəsinin nəzdində olan 3 hektar bələdiyyə torpağında 6 ildir mən məskən salıb orada xırda buynuzlu heyvan saxlayıram. Elə mən 6 ildir, 7 ildir istifadə elədiyim yeri gizdin, icra hakimiyyətinin, başçının özüylə, mavinidir, Leyla Əskərov var orada torpaq şöbəsində. Bunların hamısının 2 dəfə də mən qəbulunda olmuşam. Ancaq o qəbulda bunlar elə bir hərəkət edirlər mənə qarşı, elə bir hərəkət bağışlanılmaz hərəkətdir. Elə bilginən ki, mən hardasa xarici bir dövlət vətəndaşıyam, hardasa hardan gəlmişəm, bir zərrə qədər adama hörmət qoymurlar. Elə onu deyirlər ki, çıxmalısan, özüm Qarabağ əlli canımı, qanımı ondan vətən torpaq yolunda qoymuşam. Bir qardaşım girov düşüb, onu mən nə zulümlarla Ağdamda Respublikada Stepanakert Xan kəndindən gəlmiş hərbi prokuror mən girov götürmüşəm. Onun vasitəsilə tək mənim qardaşım da olum, ondan 6 nəfər öz kəndimizdən olur, 7 nəfər uşaq olur, onları mən azad elətdirmişəm. Yaşlı valideynlərim var, uşaqları var, hamısını narahat edib gəlib burada deyilmiş ki, buranı mən almışam, siz buradan çıxmalısınız, çıxmazsanız sizi məcburi surətdə buradan çıxardacağım. Görün, Qarabağ əllərinə, qardaşı girov düşmüşə, əmisi oğlu şəhid olmuşa qoyulan hörmət budur. Və lazım gəlsə, mən yenə demişəm onlara, pambıq təkirəm. Prezidentimizin qərarına mən canla, başla əmin olan bir adamam. Özüm 40 ildə 50 təsərrüfatla məşğulam. Pambıq deyib, pambıq əkirəm. Nə deyirlər, polisləri töküb, məni pis vəziyyətdə çıxartmasınlar orada. Bunların sözündən elə çıxır. Bunların fikri elədir. Sən çıxmasan, orqan içlərini tökəcəyik, sənin evini buldozerə verəcəyik, apar tökəcəyik şor kanalı. Bax, sözləri budur. Ola bilər sizə şikayət eləyə bilər, ancaq siz də bilməlisiniz ki, bələdiyyə torpaqlarına rayon icra hakimiyyəti heç vaxt müdaxilə eləmir. O bələdiyyənin səlahiyyətində olan şey. Siz bələdiyyə müraciət eləyin, bələdiyyə sizə deyər, həm onun qanunu sənədləri də varsa, məhkəməyə müraciət eləyə bilər. Onun özünə də demişik, özünə cavab da göndərmişik ki, sənin əlində hüquqi sənətin varsa, əgər kimsə sənin haqqında qanunsuzluq eləyirsə, məhkəməyə verə bilərsən. O adamın heç bir icarə müqaviləsi yoxdur. Qardaş, onun torpağı heç nə yoxdur. Onun heç bir torpağı da yox. Prosto ikinizə yanında çoban olur. Həmin bunun çoban olduğu adam da torpağın vaxtı bitirir, çıxıb gedir. Burada bir şey yox. Arkadaş, onun heç bir sənədi yoxdur. Hətta deyilən ki, sənin torpaqla bağlı bir dənə kağızda sənədin var. Mən onun özüylə yaxınam, söhbət eləmişəm. Problemlərinizi bizə göndərməyə davam edin. Çəkin, yazın, göndərin, işıqlandıraq.